Əziz qonaqlar, əziz sorumlar, siz hamınız xoş gəldiniz. Sizin hamınızı mən salamlayıram. Allah Teala bu günlərdə sizə də qismət olsun. Allah Teala sizə ikram etsin, sizin hamınızın yükləyinə iştirak edin. Xoş gəldiniz. Çox təşəkkür ederim. Hamıya xoş gəlmişsiniz deyirəm. 2 dəqiqədən sonra iftar hazırlıq. Ona görə hər kəs yerinə yerləşsin. Oruclarımızı açaq. Allah oruclarını qəbul edir. Bugün iki əlamətlər günü var, bilməyənlər üçün deyirəm. Birinci əlamətlər günü odur ki, babanın 70 ildir.
70 yıl bundan əvvəl dünyaya göz açıb və biz bir yerdəyik. İnşallah uzun ömür versin Papaya. İkinci əlavətlər günü Papa ilə mamanın 45 illiyidir. Evliliklərinin 45 illiyidir. Ona görə ilk fürsətdən istifadə edib öz adımdan təbrik edirəm Papa ilə mamanı. Siz ikiniz də ayrı-ayrı yerdə tutulmuşsunuz, belə qalanıyıq. Amma indi mikrofonların əlində olduğuna görə fürsətdən yenə istifadə edib arvad tərəfdən söz verməyə başlamaq istəyirəm. Ona görə kamanlar müəllim, kamanlar dairə. Heyecanla başlıyor. Spanda da. Sayın kardeş, sizi ömrümüzün 70. zirvesine gelip çatmağın münasebeti yürekli tebrik ediyorum. 70 yılda neye nail olacak? Azerbaycan'ın genç şehri Yaman'da dünyaya gelen çaban oğlan hiç saadetini o üzerinde elinin emeği, kalbinin cehatiyle özel bir aile kazandı. Özler kimi, mehriban, kalpkeş evlatlar büyüdü. Ve ondan sonra bu evlatların bir işini yola salıp her birini aile sahibi edildi. Müdürler deyince sevgi kardeş, insanın beldesi güzelliği onun kalbidir. Ben arzu ediyorum, 70 yıldan sonra yaşayacağımız ömrü bu hoşbahtiyle sağlam, sevgiler içinde yaşasın. Evlatların kimi, meyvelerin bir oynayalım, onları hoşbaht edilsin ve nihayet netice sevincini yaşayasın. Sağ olun. Yani bundan sonra 80 yıllık, 90 yıllık, 100 yıllık yılları geçeceğiz.
Canınız xeyir olsun. Mən də məclis əhli salamlayıram. Sahiblə bərabər gələn qonaqların hamısı mənə əziz adamlar. Mən də onların biriyim. Sahibi təbrik edirəm. 70 yaşı. Hələ orta yaşda. Çox mübarək olsun. Allah səni doğrusun. Allah səni Allah'ın üstünde var edesin. Hamsa şairin bir şehri var. Çok sıralı olsun. Kapıcıyan yok yalandı. Ama esberden veriyorum. Şair hayatın hamsa bir anında öyle bir bağlarsa ben yaşasaklarında kapıcıyı en hoşgörü günler yaşayayım. Hoşgörüyü neyle izah edilir? Yuxudan durmağı, işe getməyi, işten eve gelmeyi, adi hayatına hansı yaşayırsa ona en hoşgörü günler demək ki, el hoşgörü yolun. Gəlirsən evə, ümə bacı əlinlə qazancından gətirdiğin omuzunu əlindən alır. Keçib ayağını soyunursan, əl-zübü yuyur. Sübhüyə keçib o gözə canı hazırdır, özə mürəbbədir. Yəni çayı işləmiş yeməyin gəlir, tam rahatsan. Övladlarından qulağın değişdiği, həmiş onların xoş sədası eşkəsən. Mən arzulayım, sənin qulağın dinc olsun, ömrün uzun olsun. Səninlə rahat, gündən sonra da ömür artırır. Nəyə nail olursansa, öz qazancını, öz zəhmətini, öz halalından alır. Gün olsun, övladlarıma öz arzularını çatdırdığın kimi böyük bir nəvə ordusunda bir yer verir. Həmişə sələnin başında oturarsan, həmişə ənsəndən fəxr edirəm. Biz hər şey qoysaq kənara, ürək dostuyum. Allah'ın sağ olasın. Mən də sənə ən yaxşı, ən xoş günlər olsun. Təbrik edirəm. Aziz qonaqlar, dostlar və qohumlar, hamıya məlumdur ki, bugün biz 70 illik bir ömrün 70-ci səhifəsini qarşılamağa geçmişik. 70 bizim gördüğümüz sıradan bir rəqəm deyil bugün. Bugün tamam başqa bir rəqəm. Bu 70 illik yüllü 70 rəqəmi bugün zəhmət, şərəf, ləyaqətlə keçən bir ömrün simvoludur bugün. Bugün Səhid dayının 70 illik yüllüyü. Səhid dayı sizə bu ömrünü sağlam, ancaq sağlam yaşamaq arzu edirəm. Çünki indiyə qədər nə lazımsa hamısına nail olmuşsunuz. 70 böyük rəqəmdir. Səhid dayıma qorxulu da deyil. Siz onu 2 dənə 35 kimi təsəvvür edin, da yəni, böyle bir şeydir. Sizi təbrik edirəm, gözəl insan, işıqlı insan, zəhmətkeş insan. Həmişə sevdiklərinizlə bir yerdə olasınız. Övladlarınızla, nəvələrinizlə və qohumlarınızla birgə. Bugün bu məclisdə yığışan hər kəs Səhid dayının ən yaxın adamlardır. Qohumları və dostları. Bugün burada əyləşən qonaqların içində Səhid dayının birisi olanlar da var. İbrahim dayını bugün salamlayırıq. İbrahim dayı Azərbaycanın hər mediasında xüsusi çəkisi olan bir kişidir. Bugün ehtiyatlı olan zabitdir. İbrahim dayı, hoş gelmişsiniz buraya. Sizin bilirəm ki, sizin yanınızda söz demək ümumiyyətlə alnımıza gətirmiyor. Çünki söz sərrafı olan bir yerdə məsələn danışmaq böyük bir məsuliyyət tələb edir. Üzrünü hesab edir. Sözü sizə verəyəm. Günaydın, möhtərəm qonaqlar, istəkli qardaşlar.
Oğuz Türkləri dünyanın ən şahanə bir millətidir. Biz bugün dünya tarixində Azərbaycanlı kimi tanısaq da, bizim əsl adımız Oğuz Türküdür. Dünyanın 7 möcüzəsi var. İnsanın neçə möcüzəsi var? İnsanın bir dənə möcüzəsi var, o da onun əxlaqıdır. Oğuz Türklərinin əxlaqı sözün həqiqi mənada yeryüzünün ən ürünü, ən misilsiz bir əxlaq nümunəsidir. Torpağı göyərdən 2 qüvvə var. Biri məhəbbətdir, o biri qeyrət. İnsan məhəbbətdən insan doğular, onun bətnindəki cövhəri qeyrət. Qeyrət bir insanın şərəfi, şanı, qeyrətsiz insanda insanlıq hanı. Torpaq, yağış, günəş deyib durma gəl, var isə torpaqdan odalam ürək. Ən yolu toxunu torpaqdan əvvəl qeyrətin üstünə kəsən gərək. Oğuz Türkləri sözün həqiqi mənasında yeryüzünün ən yüksək ali bəşər dəyər nümunəsidir. Mən həmişə müqayisə düşəndə, indi biz yekcins dövlət deyilik. Bizim dövlətimizin tərkibində qeyri-millətlər də var. Mən həmişə deyirəm ki, Azərbaycan Türkləri Oğuz Türklərinin varisi kimi sözün həqiqi mənasında ən ali beynəlmiləçi millətdir. Millət var ki, özünü sevir, başqasını sevmir. O bəşəriliyə uyğun bir məsələ, bir əlamət deyil. Birinci özünü sevməlisən, ondan sonra insanlığı sevməlisən. Oğuz Türklərinin bütün həyat hidayəsinin ən ali xətti bax budur, insanlıqdır. Ona görə mən həmişə fəxarət duyuram ki, biz Oğuz Türkləriyik. Səyid dayıoğlu mənim doğma dayım Əhmədin Şəfiqə dayıcanının məhsuludur. Şəfiqə dayıcanı, Əhməd dayı, qərbi klassik Azərbaycan torpağının çox tərbiyəli evlatlarıdır. Qafar kişinin, icabın yetirdiyi, əziyə yətdiyi evlatlar elə belə olmur, qata qara. Allah qəri-qəri onlara rəhmət eləsin. Bugün bax, bizim başımızın üstündə Əhməd dayımın, Şəfiqə dayıcanımızın ruhu, bax, bizi izləyir. Onlar bizə nəzarət edir. Bizim səhvlərimizi, bizim müsbət cəhətlərimizi vurğulayır qulağımızda. Mən həmişə qürrələnirəm ki, Qafar kişinin nəvəsiyəm. Hicab nənəmin nəvəsiyəm. O cümlədən dayım oğlu Səyid də. Biz ailə ənənəsini çox yüksək səviyyədə davam elətdiririk. Ailə kiçik dövlətdir. İnsanın tərbiyəsi ailədə qoyulur. Ailəsini sevməyən insanlar insan olarmı? Qətiyyən qeyri-mümkündür. Səyid qardaşımızın ailə saadəti, ailə dəyəri, ailə üstünlüyü müqayisəyə gəlməzdir. Amin ya Rəbbi. Kuzu kəsərəm sağ özlərim mənə demiş. Həmişə sənin xoş günlərinə gəlir. İyunə bacı, Oğuz mənim ikinci vətənimdir. Oğuz gəndən mən ruhən 2 qat, 3 qat şadlanırım, həqiqi mənada. Mən sizə xoş günlər, daim uca Allahımız sizin yar və yardımcınız olsun. Allah Taala həmişə bizə xoş günlər qismət eləsin.
biz elə günlər yaşayaq ki, torpağımızı göz yaşımızla yox, alın tərimizlə sularaq. Amin ya Rəbbi. Qərbandan ta başlayın Gəncədən, Oğuzdan keçmədən, tam bu tərəfə, şərqdə, başqa yerdə çoxlu qohum əqrəbası var. Bugün onlarda çox az bir qismində iştirak edir. İboğlu Salih dayı. Sizin bir ürəyiniz doğrudur.
Evine bacımla birlikte hər ikisini təbrik edirlər. Çünki hər iki necə deyərlər də o məclis üstə düşür. 45 illiklə 70 illik. Mən sizə uzun ömür can sağlıqlarım. Qayollar. Neyin necəyini bilməyəsiniz. Gün o gün olsun 100 illiyi keçirmək. Dünyanın ən böyük şəlaləsi, Viagra şəlaləsi kimi saf və təmiz olasınız. Həmişə qəlbiniz, ürəyiniz bizimlə olsun. Mən arzulayım ki, gün o gün olsun, evlənmirsən, uşaqların olur, nəvələrin olur da bundan öncə gedir. Gün o gün olsun, nəticələrini xeyirişini görəsən. Mən səni buna arzulayıram. Düyünə bacıma buna arzulayıram. Yenə də hər ikinizə uzun ömür, can sağlığı. Öpürəm hər ikinizi. Allah can sağlığı olsun. Kim gəlsən ağırlar olur. Çox sağ olun. Tarif dayı sizin də öyrənizdə oldu. Bir kəlmə sizin də öyrənin. Qədəmən səni təbrik edirəm. Allah sənə uzun ömür versin. Allah sənin nəfəsini o övdən bir də aləmin üstündən nəsil eləməsin. Bütün şəhərdən çıxanda, xeyir işlərdə, qohumların səni görəndə əlindən əyindən dursun ki, görmə qədər nərfət olacaq görməsin, qadan qalır. Nədik sən görəmizsin sən. Sən hər qanun olursan. Allah daima da şəhərə vazana da qalmaya rəhmət eləsin. Öpürəm siz qadana. Sağ ol, sən sağ ol. Hörmətli ol. Sağ ol. Biz bir qayıqlı bir yol kimi həmişə əlaqə saxlayırıq. Özdə yeganə mən adamam ki, onu birinci təbrik edir. O ikinci dəfə təbrik edə bilmir. Yəni mən eyləndə o çatdıra bilmir. İstəyir Novruz bayramı olsun, oruçluq bayramı olsun, qurbanlıq bayramı olsun. Həmişə deyir ki, sən mənə qavaqlayırsan. Öpürəm səni, qavaq. Çox sağ olun, təşəkkür edirəm sizə. Hayır, qohumumuzdan əski olmuyorsunuz. Allah sizi həmişə xoşbəxt eləsin, həmişə can sağlığı. Bugün burada Səhid dayının dayısı olmuş işləyəcək, xabar. Ben o görən kimi tanıdım, ben tanımadım. Bizdə də olmuşdur, görüşmüşdür. Yok, her şey güzel. Sana olsun, çok sağ olun. Çok güzel. Bir dağılımı bir de olanlar var. Bir de güzel bir musikiyle herkes derse versin. Derse davet edilsin. Şirin
yay tətilinə çıxan kimi, yəni yay tətili başlayan günün ilk günündə biz birbaşa Qışlaq kəndidir. Bütün yay tətilini orada keçirirdi və orada Bakıdan yəqin kimi də işçi qüvvəsi kimi gedilər onlarımızda da. Fındıq yığmaqdı, qoyunları otarmaqdı. Yəni ilk getdiyimiz... Baramaya ot gətirməkdir. Onsuz da getdiyimizin ilk günlərində barama sezonu olurdu. Və o barama sezonunda biz birinci tut daşıyırdıq, baramalara qulluq edirdik. Və o proses qutarandan sonra onsuz da gündəlik bizdə qoyun gütmə prosesi var idi. Elnur bütün proseslərdə baş rollardaydı. Elnur düşlərmişi abi deyirdi bizə orada. Və kənddə bizim, yəni, uşaqlıq illərindən fikirləşədə xatirələrimiz var. Demək olar ki, bunun 80-90% hamısı kəndlə bağlıdır. İndi sözü Nizam dayıya vermək istəyirəm. Papa ilə bağlı ürək sözlərimizi. Hər birimizə təşəkkür edirəm bir qədər. Yalnız burada bir dənə 2 rəqəm meydana gəldi. Mən bir bilirdim, oldu 2. Bir 70 oldu, bir 45 oldu. Bəli, biz də. Mən bu 2 rəqəmi yaşamışım. Bu 2 rəqəmi həm 70-i, həm 45-i ki, bunlar bak gəlib meydana çıxacaq, biz görəcəyik. Amma gəldi bu günlərin bu, burada meydana çıxdı, 70-45. Biz gözləyən rəqəmləriyik, bunları mən gözləyən, yəni bizim ailəmiz. Mən bunların hər birinə 1.45 ilə mən qoyuram üstünə. Bəlinsin. 45 az öldür. Bəlinsin. Kəndilər ölsə 115 olur. 70, 110 kilo olsun, 100 olsun. 45'i de yek. Ama bir defa, ama bir onda onun bir şey, ben de orada iştirak ediyorum. Yok değil, kalmaz lazım. Sarı ileride olsa gelecek, narahat. Yok. Olsa Allah'ımıza diyerek güzel koşuyor. Ben her şey. Sizin her birinize, sen öpürüm. Yok olan türlerdendir. O da benim bacımdı da, yani Allah sağlığı, o da ağzıydı ha, yani yöresel de kendisi. Başıktı, yoktu. Mama oradan gitti, 45 yaştan çıktı. 45 yaştan çıktı. Ben bu 45'i, 70'i de 45'i de yaşamışım. İbrahim Şi. Sizin her birinizde ben de tutuyla. Biz yaşamışız, bunlarla beraberce biz 45'i gören. Şükür görmüşüz. Eyvallah. Şükür gördük. Sağ olun, var olun sizin her birinize. Bütün oğlanları da Elxanlı, Orxanlı, Vaqifli, sizin de tebrik edirəm. Siz de çətin yoldan keçib gəlib məsələsiniz. Sizin de 100-cü, 120-ci, 90-cı biz görək. Ben görmək istəyərəm. Allah belə. Sağ olun, var olun. Oğuz halkına eşk olsun. Allah səni tanıyasın. Sən gözəl olursan. Gözəl dostsan. Gözəl atasan. Gözəl atasan. Gözəl həyat olursan. Gözəl övladsan. Bunda istəyini gətir deyək. Yəni, müşahidələr onu göstərir. Allah sənə nəvə toyu göstərsin. Sənə nəfəsə toyu göstərsin. Sən öpərsin. İndi danışmaq istəyirəm. İlahim səbirsizdir. Təşəkkür edirəm.